deməsi ki, sənin əmin sənə naməhrəmdir, dayı sənə naməhrəmdir, əmin oğlu, bibin oğlu, qaynatan, qaynan sənə naməhrəmdir. Naməhrəm kimdir? Evlənmə potensialı olan. Yəni onlarla sən şəxsi intim münasibətə girə bilərsən deyə. Nerede hoş gördük hər birinizi. Az önce bir video çarxa rast gəldim. Çok savadsız, qeyri-rasional bir müzakirə apararaq, artıq savadlı psixoloqumuzu deməyəcəm, psixoloq Şəfəq Qədirli yenə də hər hansı bir səbəbdən sahəsi olmayan hicab mövzusuna toxunub. Olsun, insanlar istədiyi mövzuda müzakirələr apara bilərlər. Amma bu müzakirələri aparmamışdan öncə çox demirəm, biraz, yəni bunun üzərində araşdırma aparmaq, məlumatlar toplamaq lazımdır. Əks halda qeyri-rasional bir nitq nümayiş elətdirərək özünü savadsız duruma qoyur. Şəfəq xanım, öncəliklə qeyd edeyim ki, İslam dinində əmi, dayı, siz deyən kimi, qaynata, hətta qaynatanın atası qadına naməhrəm deyil. Və əgər fərdlər arasında nigaha, yəni kəbinə son qoyularsa, yenə də qaynata və onun atası, qaynatanın atası, yəni oğlanın babası qadına əbədi olaraq məhrəm qalır. Yəni bunların arasında nigah mümkün deyil. Tövsiyə eləyərdim ki, 10-15 seans terapiya elədiyiniz və heç bir nəticəyə vara bilmədiyiniz və inanclar və inançsızlıq arasında cross etmiş, sizə din məlumatları verən o pasiyentinizin kapasitəsindən çıxasınız və özünüz araşdırma eləyəsiniz. Şükür Allaha, internet dövrüdür. İkinci mövzuya gələk. Öncəliklə qeyd edeyim ki, hicab qadını ehtiras mənbəyinə salır deyil də, əksinə o mənbəydən çıxartmaq istəyir. Niyə? Bunu mən sizə məhz sizin peşənizlə, psixologiya ilə az sonra izah eləyəcəm. Amma qeyd edeyim ki, hicabın ən birinci vəzifəsi nədir? Hicab bir dress koddur, bir uniformadır. Necə ki, siz geyiminə baxaraq bilirsiniz ki, bu polisdir, Daxili İşlər Nazirliyinin işçisidir, bu Dövlət Sərhəd Xidmətinin uniformasıdır, bu hərbinin uniformasıdır və s. və s. Eləcə də hicab bu qadın inanclıdır. İslam dinindəndir. Kimi bir, belə deyək, vəzifə daşıyır öz üzərində. İkincisi, keçirik sizin sahənizə. Öncəliklə insan libidolarının azadçılığı